Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünən səhər saatlarında Bakıdakı İdrak liseyində şagird müəllimi güllələyib. Xəbər verilir ki, həmin liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyübovdur. Xatırladaq ki, Ruslan Eyübov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyübov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyübovun qardaşıdır. Qeyd edək ki, İdrak liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Güllə yarası alınan 28 yaşlı müəllimə Şəhla Kəmilova xəstəxanaya aparılıb. Hadisənin tərəfində şübhəli bilinən şagird saxlanılıb.